Vaxtınız xeyirli uğurlu olsun dəyərli müəllimlər və izləyicilər. Bugün sizinlə yüklənən müəllimədir. Mənim bugünkü video izahım atom və nüvə fizikasından nüvə reaksiyaları, zəncirvari nüvə reaksiyası, nüvə reaktoru, qısacası gördüyünüz bax bu uzun başlıqdan olan testlərin həlləri olacaqdır. İndi isə birinci sualımızdan başlayırıq. Wilson kamerasının iş prinsipi hansı hadisəyə əsaslanır? Ümumiyyətlə, adı üstünə bax kamera, Wilson kamerası deyəndə burada görünməyən hissəciklərin izini göstərən bir cihazdır ki, həmin bu kameranın içində buxar olur. Yəni bunun işi, Wilson kamerasının işi ifrat doymuş buxarın ionlar üzərində kondensasiya etməsi nəticəsində su damcılarından ibarət olaraq bir izin əmələ gəlməsi olacaqdır. Yəni burada radioaktiv hissəciklərindən keçəndə havanı ionlaşdırır. Həmin buxarda yol boyunca kiçik damcılar əmələ gətirir ki, bax bu cür balaca olan hissəciklərin keçdiyi yol bulud izi kimi görünmüş olacaqdır ki, bu da belə deyək də, bax təyyarənin izi necə qalır göydə qoyduğu iz kimi, həmin bax bunda da həmin iz o şəkildə qalmış olacaqdır. Yəni Wilson kamerası görünməyən zərrəciklərin yolunun görünən bir hissəsini göstərir də, yəni biz o zərrəcikləri görməsək də, amma biz onun izini görə biləcək bu Wilson kamerası ilə. Və burada nə dedik? İçində Wilson kamerasının içindən buxar olur. Nə cür? Yəni bax ifrat doymuş buxarın kondensasiyası olaraq bu sualdakı cavab C variantına gedir. İkinci sualda şüalanma udulma dozası hansı ifadə təyin olunacaqdır? Udulma dozası bir D'dir. Nəyə bərabərdir? Udulma dozası bərabərdir. Şüalanma enerjisinin onun kütləsinə olan nisbətindən ibarətdir ki, ikinci sualda cavab D variantına gedir. Üçüncü sualda M kütləli cismin udduğu ionlaşdırıcının şüalanma enerjisi. Şüalanma enerjisi, bax bunu soruşur bizdən. Bu da bərabərdir. Udulma dozası kütlə ilə hasilindən ibarət olaraq üçüncü sual D variantıdır. Dördüncü sualda isə radioaktiv şüalanmanın udulma dozasının vahidi hansıdır? Udulma dozası D idi. Dedi ki, bu da şüalanmanın enerjisinin kütləyə olan nisbətindən ibarətdir. Enerji və kütlə. Enerjinin vahidi joule, kütlənin vahidi kiloqram. Joule bölünsün kiloqram isə 1 qrey ilə əvəz olunur və 4D variantına gedir. 5-də Wilson kamerası hansı məqsədlə işlədir? Birinci sualda bunu daha ətraflı izah verdi ki, Wilson kamerası görünməyən zərrəciklərin yolunu, izini göstərir. Yəni onun içində biz o zərrəcikləri görmürük ki, orada sadəcə həmin o zərrəciklərin varlığını bildirmək üçün orada bir buxar, izlərin şəklində biz onu bilirik ki, hə, demək ki, deyirik burada görünməyən zərrəciklər var. Həmin zərrəciklər də yüklü zərrəciklərdir. Yəni bu kamera yüklü zərrəcikləri qeyd etmək üçün istifadə olunur. 6-cı sualda nüvə reaktorunda zəncirvari reaksiyanın stasionar getməsi üçün neytronların artma əmsalı nəyə bərabərdir? Demək, burada stasionar deyir və neytronların artma əmsalıdır. Neytronların artma əmsalı K-dır. Əgərlərim stasionar hal deyirsə, K 1-ə bərabər olacaqdır ki, bu zaman reaksiyanı zəncirvari nüvə reaksiyasını idarə etmək olur. Bu bizim öz əlimizdə olur ki, bunu idarə edə bilirik və stasionar hal deyəndə bu K-nın 1-ə bərabər olmağı deməkdir. 7-də isə sönür deyir. O zaman bu idarə olunur da, yəni sönür. Sönənlər isə K kiçik olacaq 1-dən, amma idarə olunmaz desəydə bu K böyük olacaq 1-dən. Qısacası stasionar hal deyirsə, bu birinci şərtdir ki, bunu idarə etmək olur. Sönür deyirsə K kiçik olacaq 1-dən, idarə olunmaz deyəcəksə K da böyük olacaqdır 1-dən. İndi 7-ci sualda sönür deyirsə, deməli K, yəni neytronların artma əmsalı 1-dən kiçikdir bunun qiyməti. 1-dən kiçik qiymət isə B variantıdır. 8-də hansı zərrəcik sükunətdə olmaz? Bu foton oldu. Foton sükunətdə olmaz və cavab 8-də D variantı. 9-da hansı zərrəcik elektrik yükünə malik deyil? Elektrik yükü sol tərəfdə aşağıda yerləşir. Bax, neytrona baxıram. Neytron 0-1-dən ibarətdir. Bunun yükü var. Sonra protona baxıram. Proton 1-1-dir. Pozitrona baxıram. Pozitron elektronun əksidir. Müsbət 1-0-dır. Elektron isə mənfi 1-0-dır. Alfa zərrəci isə helium 2-4-dür. İndi buradan yük olan tərəfləri qırmızı rəngə salıram. Gördüyümüz kimi hansının yükü yoxdur? Neytronun yoxdur da. Onda cavab 9-da A variantıdır.
10-cu sualda hansı zərrəcik elektrik yükünə malik deyil? Bunlara 9-dan hamısını göstərdim. Təkcə fotondan başqa. Foton da 0, 0-dır. Gördüyümüz kimi fotonun da yükü yoxdur və cavab onda B variantıdır. 11-ci sualımızda iki yüklü zərrəciyin Wilson kamerasında izləri, uzunluqları və enləri verilir və onların kinetik enerjiləri və yükləri arasında hansı münasibət doğru olacaqdır? Belə bir qayda deyim, bunu yadda saxlayın. Bax, bu Wilson kamerasında uzunluq həmişə enerji ilə düz mütənasib götürüləcəkdir. Yük isə həmişə D ilə, yəni N ilə düz mütənasib götürüləcəkdir. Bu da D ilə yük biri ilə düz asılı olacaqdır. İndi uzunluq ilə bağlı müqayisə nə cür veriləcəksə, həmin bu cavabı kopiravat edib enerjiyə qoyacağım. Çünki düz asılı olaraq qəbul olunur. Yəni, nə qədər ki, enerji yüksək olarsa, o zaman izlərin uzunluğu da o qədər daha çox olacaqdır. Ancaq yük nə qədər çox olacaqsa, onun eni o qədər daha böyük olacaq. İndi L1 böyükdürsə L2-dən, deməli birinci enerji də ikinci enerjidən böyük olacaqdır. Bunu yazdım bir kənara. İndi isə enlərə baxıram, izlərin eninə. Burada da verilibdir şərt olaraq D2 də böyükdür D1-dən. D isə, yəni enlərdə yüklərlə düz mütənasib asılıdır. Onda isə ikinci yük də birinci yükdən böyük olacaqdır. Belə bir müqayisə çıxardırıq ki, enerjinin birincisi ikincisindən böyükdür, yükün isə ikincisi birincisindən böyükdür. Baxaq ki, bu hansı cavabda olacaqdır? 1 2-dən böyükdür, ikincinin də yükü birincidən böyükdür. 11-də cavab C variantıdır. İndi 11 ilə 12-ci sual bir-birinin qohumlarıdır, eyni suallardır. Burada isə bizə deyilir ki, 12-yə yazmaqsan 11-ə baxsın. İkinci uzunluq birincidən böyük deyirsə, o zaman bunu eyni ilə enerji kimi belə yazırıq. Digər şərtdə isə D1 böyükdür D2-dir. D1 də böyükdürsə D2-dən, onda bu da yüklər üçün uyğun gələcəkdir. İndi isə başlayıram cavablarımızı tapmağa. İkinci enerji birincidən böyükdür, birinci yük də ikincidən böyükdür. Baxaq, görək hansı cavabdır bu. Bu isə burada olur 12-də də C variantına gedir. 13-cü sualda udulma dozası ilə kütlənin hasili. Bilirdik ki, bax necə idi udulma dozası? Enerjinin kütləyə olan nisbətidir. Bunu da buna vuranda nə baş verdi? Şüalanma enerjisi olur. Udulan şüalanmanın enerjisi 13A variantıdır. 14-cü sualda isə baxaq, bu sualın 14-cü sualımız buradadır. Demək, bu nəyə bərabərdir? Udulma dozasıdır. Bunun haqqında bayaqdan çox dedik. Udulma dozası enerjinin kütləyə olan nisbətidir. Cavab burada C variantına gedir. 15-ci sualımızda udulma dozası, şüalanmanın enerjisi kütləyə nisbəti nədir? Dedik ki, udulma dozası şüalanma enerjisinin kütləyə olan nisbətidir. Bunlar da bir-birindən tərs asılıdır. Tərs aslımızın qrafiki 15-də Y variantıdır. Bax, indi oradakı qırmızı xəttin, yəni tərs aslığın yerində qıraqda qalan ki, fiziki kəmət var, enerji, şüalanmanın enerjisi. Bax, o xəttin konstant olmağını verəcəkdir. Asıllıq nə cürdürsə, kənarda qalan hərf həmişə orada konstant olmağı bildirəcəkdir. Burada isə 16-cı sualda udulma dozasının enerji ilə asılılığını soruşur. Görünür ki, buradan udulma dozası enerji ilə düz asılıdır. İndi bu düz asılığımızın qrafiki belə olduğu halda bu dəfə kənarda qalan fiziki kəmət kütlədir. Deməli, bu hissədə bu kütlənin sabit, yəni konstant olduğunu verəcəkdir. 17-ci sualım 16B, 17-ci sualımızda isə neytronların artmaya misalı hansı qiymətə zəncirvarı nüvə reaksiyası sönəcəkdir? Dedik ki, zəncirvarı nüvə reaksiyası sönəcəksə, bu K-nın kiçikdir qiyməti 1 olmağıdır. 1-dən kiçikdir. Bu isə 17-də D variantı olacaqdır. 18-ci sualımızda 18-də isə neytronların artmaya misalı hansı qiymətlə sönməyən zəncirvarı nüvə reaksiyası olacaqdır? Sönməyən zəncirvarı nüvə reaksiyası deyəndə bu K-nın 1-dən böyükdür qiymətidir. Bunun isə Y variantına gedəcəkdir. 1-10-dakidir axı. Ümumiyyətlə, bax, belə deyək. 17 ilə 18-i deyək ki, yadınızdan çıxırsa, imtahanda bunu məntiqi yolla tapa bilərsiniz. A variantı 1, 1-dən böyükdür. Digəri 1-10-da 1, 1-10-dakı görsən bir tək burada D variantı 0 tamamlandır. Yəni 1-dən kiçikdir. İndi 18-ə baxsam, 1-dən kiçiklər bir neçə dənə var. Amma digər isə 1-dən böyükdür. Demək ki, onda belə də cavabı götürə bilərik.
Deyək ki, yəni imtahan şərəndə unutmusunuz, ona əsasən belə tapmaq olar. 19-da reaksiya çatışmayan hissəcik hansıdır? Mən də bilmirəm hansı hissəcikdir. Gəlin birlikdə tapaq ki və 180 ilə 198-in üzərinə nəsə hansı bir hissəcik gəlir. O həmin hissəciyi də bilmədiyim üçün yazıram bunun sol tərəfi aşağı Z, sol tərəf yuxarı A, yəni yüklə kütlələri yazdıq və burada alınıbdır bu 79, 198-in də üzərinə proton gəlinib 1-1-dir. Aha, indi gəlib bunu tapaq. Biz dedik ki, bunların yükləri bax aşağıdır. Sarı rəng olan tərəflər yüklərdir. İndi biz bu yüklərimizi götürəcək yükün saxlama qanunu ödənmə şərtini yazmaq lazımdır. Nə cür olur? 80 ilə Z-in cəmi ox olan tərəfimiz bizim bərabərliyimizdir. 79 da 1-in cəmindən ibarətdir. Elə burada 79-un üzərinə 1 gəldik. Bu da 80 elədi. 80 ilə 80 də getdi. Z, yəni buradakı Z sıfırdan ibarət imiş. İndi mən bu Z-in yerinə buradan da 0 yazıram. İndi isə keçirəm bunu mən kütlələrinə baxmağa. Kütlələri isə yuxarıda olan tərəfdir. Bax, A olan kütlədədir. İndi burada kütlələrin saxlama qanunu ödənilməlidir. Bu hissələri götürürəm. Bunu təyin edək ki, o hansı hissəciyə gəlib düşəcəkdir. Deməli, 198-in üzərinə A-nı gəldim. Bu ox qoyulan tərəfimiz bərabərlidir. Digər yana da 198 ilə 1-in cəmidir. Buradan da A-mız da bizim 1-ə bərabər oldu. Demək ki, bu hissəciyimizin də buradakı kütlə ədədi 1-dir. Bu da bizə nəyə verir? X01-dən, bu da bilirik neytrondan, neytron axı 0,1-dən ibarətdir. Və cavab 19-da Y variantına gedir. 20-ci sualda hansı şüalar elektrik sahəsində meyl etmiş olacaqdır? Bu bilirik ki, burada alfa şüalar olacaqdır. Elektrik sahəsinə meyl edənlərdir. Yəni yüklü olan zərrəciklərdir. 20C variantıdır. 21-ci sualımızda isə uran elementinin nüvəsində neçə ədəd və hansı zərrəcik buraxılmalıdır ki, uran 92-235 izotopu alınmış olsun. Elə buradan aydınca görünür ki, gəl yazaq kənardan 92-238 uran izotopu elementi, daha doğrusu 92-235 izotopuna çevrilibdir. Bax, 92-lər eynidir. Sadəcə 238-dən 235-ə düşübdür də. 3 dənə elə bil orada kütlə ədədimiz yoxdur bizim. Demək ki, buradakı olan həmin o zərrəcikdə nə ola bilər bilmirik də, deyək nədir. Buna 0 qoydum. Bunun da daha doğrusu x-dirsə buna da z, bu hissəsində a-nı qoyduq da belə. İndi yenə kütlə ədədimizin saxlanma qanunu, yük ədədimizin və kütlə ədədinin saxlanma qanunu ödənilməlidir. Buradakı görürəm ki, 92 bərabərdir 92 z, z-lər gedir. Z də 0-a bərabərdir. Bu z-in yerinə gətirəm 0 yerləşdirəm. İndi kütlə ədədlərinə baxmaq lazımdır. İndi isə kütlə ədədlərinin saxlama qanunu ödənilməlidir. Buradan da görürük ki, 238 bərabərdir 235 üzərinə gəlində A. A da buradan elədi nə qədər 3. Yəni buradakı da 3-dür. İndi bunun da belə bir zərrəcik yoxdur da 0,3-dür. Demək bu nədir onda? Bunun əmsalı 3 imiş, neytron bu hissəsi də 1 imiş kütləsi. Bu da bizə neytronu verəcək də. Neytron axı bilirik 0,1-dir, sadəcə önündə 3-dür. Elə bil ki, sanki 3-ü 1-ə vurdun, bu hissə də elədi 3. Yenə də 238 ilə 238-in cəmi bu şərt ödənilmiş olur. Yəni 3 neytrondur. Bu isə olur 21-də Y variantı. Elə buradan aydınca görünür də 238-dən 235 çıxdın. Nə oldu? 3 oldu mu yuxarı? Demək ki, bu gördüyün kimi 0,3 olan bir hissəcik yoxdur, zərrəcik yoxdur. Sadəcə onun əmsalı öndə olur ki, elə yaza bilirik bunu. Sonra 22-ci sualda kalium üzərinə hansı bir hissəcik zərrəcik gələcəkdir? Bilmirik də nə qədər naməlumdur. Kalsiumdan hidrogen olub. İndi gəl çatışmayan zərrəciyimizi tapaq. Kalium 19, 41 üzərinə gəlində nədirsə naməlum. Naməlumların sol tərəf aşağı zid, yəni yük ədədi, yuxarı isə kütlə ədədi bərabərdir, yəni ox qoyulur. Kalsium 20, 44 və hidrogen 1-1-dən ibarətdir. Dedik ki, aşağı hissələr kütlə ədədləri, üzr istəyirəm, yük ədədləridir. Yük ədədlərinin saxlanma qanunu ödənilməlidir. 19-un üzərinə z gəlirik. Ox olan tərəfimiz bura bərabərlik qoyulur. 20-in də üzərinə 1 gəldik. Bu z isə elədim. Deməli,
21'dən 19'un çıxdıq, elədi 2. Onda bu z-in yerinə buradan 2-ni yazıram. Sonra isə indi yuxarı kütlə ədədini saxlama qanunu ödənəcək. Kütlə ədədlərinə yaşıl rəngə salıram. İndi isə bunları tapacağıq. Bu da olur belə. 41 üzərinə gəlində A bərabərdir. 44 üzərinə gəlində 1. 45 bu 41. Oradan da A-nı tapanda A elədi 4. Yəni buradakı kütlə ədədimiz də 4-dən ibarətdir. Biz isə bilirik ki, bu nə olacaqdır? Heliumdur. Helium axı 2 4-dən ibarət idi. Həmin heliumda alfa zərəcikdə biz buna deyə bilərik. Cavab 22-də A variantıdır. 23-cü sualımızda da indi yenə də həmin vəziyyət altında yazacağıq. Bu element üzərinə 25, 55'tir. Üzərinə nəsə gəlinibdir bunun. Bunun görə də Z-dən A-nı yazıram. Neytron 0,1 və ferium 26, 55'tir. İndi yenə 26, 55. Aha. İndi yenə də bu Z-lər, yəni yük ədədlərinin saxlama qanunu ödənilməlidir. Buradan da yazaq belə. 25 üzərinə gəlindi Z, ox olan tərəf bərabər 0 üzərinə gəlindi 26. Z oradan 1-ə bərabər oldu. Z-in yerinə gətirəm, buradan 1 yazıram. İndi isə qalxıram yuxarı. Yuxarıda isə kütlə ədədlərinin, yəni A-nın saxlama qanunu ödənilməlidir. Deməli, 55 üzərinə gəlindi A. Bu hissə ox olan tərəf bərabərlik. 1-in üzərinə 55 gəldi. Bu da elədi 56. A da bərabər oldu, oradan 1-ə. A-nın da yerinə 1 qoyduq. Demək, nə oldu? Bu 1-1 olan da protondur da 1-1. Bu da cavab gedir 23'də C variantına. 24-cü sualımızda indi yenə yazırıq bunu. Görək bu hansı yenə zərəcik olacaqdır. Manqan 25, 55 üzərinə gəlində hidrogen 1-1. Bu isə ferium 26, 55 nəsə gəlinəcək üzərinə naməlum X, ZA. Aşağı hissələr Z-lər yük ədədlərdir. Yük ədədlərin saxlanma qanunu ödəniləcək. Ox olan tərəf də dedik bərabərlikdir. 25'in üzərinə 1 gəlindi. Ox olan bərabərlik 26 üzərinə gəlindi Z. Z isə buradan 26 ilə 26'dan çıxanda 0'dır. Z-in yerinə, yəni yük ədədi burada 0'a bərabər oldu. İndi yuxarı qalxıram. Kütlə ədədinin saxlanma qanunu, yəni A-nın saxlanma qanunu ödənilməlidir. Bu isə 55 ilə 1-in cəmi ox bərabərlikdir. Bir də 55'in də üzərinə A-nı gəldi. A da buradan elədi 1. İndi A-nın da yerinə gətirdik 1 qoydu. Biz də bilirik ki, bu da neytron olacaq. Çünki neytron 0, 1-dən ibarət olur. Cavab 24'də C variantıdır. 25-ci sualımızda isə Wilson bircins maqnit sayəsində yerləşdirilmiş Wilson kamerasında yüklü zərəcin izi emin göstər şəklindədir. Bu hansı zərəcik olacaqdır? Yaxşı. Gəlin indi baxaq. Dedi ki, Wilson kamerasında yüklü zərəcləri görməsək, amma onların izləri, xətləri görünür də. Nə cür izlər çizirlər həmin bu kameranın içində buxar sayəsində. İndi belə görürük. Görürük ki, bu hissə X-lərdir. Yüklü zərəcikdən söhbət gedir. Biz bilirdik ki, yüklü zərəcik Lorentz qüvvəsi sol əl qaydasına görə müəyyən olunurdu. Onda Lorentz qüvvəmizi biz tapmalıyıq buradan. Yəni biz sol əl qaydasını biz bilməliyik. Bu nə cür idi? Sol əl qaydasına görə sol əlimizi elə tutmalıyıq ki, beyin induksiya xətlərimiz, yəni bax bu X-lər bizim ovucumuzun içinə girməlidir. Digər yandan da baş barmaq Lorentz qüvvəsinin istiqamətini bildirir. 4 barmaq isə sürətin istiqamətini bildirmiş olacaqdır. İndi davam edirik. X olanda sol əli götürük, əlin üstü şəklə gedəcəkdir. Daha sonra ovucun içini biz görmüş olacağıq. 4 barmağımız sürətin istiqamətində olur. Baş barmaq isə qüvvə istiqamətində olacaqdır. Buradan görürəm ki, bizə belə sürətin istiqamətini bu cür şəkildə veribdir. İndi davam edirəm. Sürətimiz 4 barmağın istiqamətində belə çəkirəm. 1, 2, 3, 4. Baş barmağın bu yana doğru getmiş olacaqdır. Bu baş barmaq belə gedəndə bu bizdə bilirik ki, Lorentz qüvvəsini verir də. Amma demişdik ki, ilk tapdığımız öncəki hal bizim bu müsbət yüklü zərəciyimizdir. Amma görürsən bunun izi bu yana doğru gedir. Deməli bu mənfi olduqda isə Lorentz qüvvənin tapdığını tam əksi şəkildə götürsən, yəni 160, 180 dərəcə bu yana doğru döndərirsən də bunu tam əksini.
Bu isə elə olduğu halda artıq mənfi yüklü zərəcidir. İndi bax, mənfi yüklü zərəcin istiqaməti hara doğruymuş? Bura doğruymuş da, yəni mənfi tərəfləmiş. Deməli, bu mənfi yüklü zərəcidir. Mənfi yüklü zərəci olanda təkcə bu elektrondur da, burada verilibdir. Elektron mənfi 1, 0-dan ibarətdir. Cavab A variantı. Bax, proton 1, 1-dir. Pozitron müsbət 1, 0-dır. Neytron yüksüzdür, ümumiyyətlə 0, 1. Alfa zərəci də helium 2, 4-dür. Bu tipli testlərdə əsasən elə həmişə mənfi yüklü zərəci olur, yəni həmişə elektron olur. Amma yenə də həllini bilmək bizim xeyrimizədir. Cavab 25-də A variantına gedir. İndi isə 26-cı suala baxıram. Yenə də indi deyir ki, bax gör bu sənin hansı tərəfdəki olan zərəciyindir. Yəni bax belə. İndi elə dediyim kimi həmişə mənfi olur. Yəni digərlərin 4 variantın 4-ünə müsbət verir. Təkcə elektron mənfidir. Yəni cavab çox vaxt variant altdan bir olur. Amma yenə də dediyim kimi həllini dəqiq bilmək lazımdır. 25-in həllindən baxın. 4 barmaq dedik sürətin istiqamətini bildirir. Baş barmaq isə Lorentz qüvvənin istiqamətini bildirir. İlk öncə tapdığın qüvvənin istiqaməti müsbətdir. Müsbət yüklü zərəcəkdir. Sonra mənfi olsa tam onun tapdığının tam əksini götürəcəksin. İndi davam edelim. Dedik ki, Lorentz Wilson kamerası yüklü zərəcinin izini müəyyən edir. Biz zərəcikləri görmürük. İzlərin sayəsində, bax, o qırmızı xətt onların zərəciklərin izləridir. Özləri deyil ki, bu da izlər də buxar şəklində təyyarə necə qoyduğu iz var ki, o da bax elə iz şəklində görünür. İndi digər yandan deyirik ki, B indüksiya xətləri nöqtə olduqda isə o zaman nöqtə olanda sol ələ götürüb ovucun içi şəklə yerləşdirir. Nöqtədə ovucun içi şəklə yerləşir. X isə əlin üstü şəklə yerləşir. Sonra 4 barmaq da sürətin istiqamətini bilir. İndi gördüyümüz kimi buradan bizə 4 barmağın istiqamətini verib. Mən də 4 barmağın istiqamətini çəkirəm. Baş barmağım mənim getdi sağa doğru. İlk tapılan hal yükün müsbət olduğunu bildirir. 4 barmağımız üzü yuxarı, sürət üzü yuxarıdır. Amma sən görürsən də buradakı iz yaşıl rəngə sarım sola doğrudur. Deməli, onda biz Lorentz qüvvəmizi demək ki, bu yana doğru, əksinə doğru döndəririk. Və bu isə mənfi yüklü zərəcə. İlk tapılan hal müsbətdir. Amma izimiz bu yana doğru deyil ki, mən bunu götürə bilmirəm. Ona görə bu bir tərəfi götürürəm ki, bu artıq bu yana doğru gedibdir. Deməli, bu mənfi yüklü zərəcik imiş. Mənfi yüklü zərəcik də 26-da A variantı proton müsbətdir, alfa da müsbətdir. Neytron 0,1-dir. Pozitron isə elektron əksi olaraq müsbət 1, 0-dan ibarətdir ki, 25-də bunların hamısını dedim. 26-cı sualda radioaktiv maddənin nüvələrinin sayını 2 dəfə azalanda yarımparçalanma periyod necə dəyişəcək? Yarımparçalanma periyodu yalnız maddənin növündən asılıdır. Həmin maddənin növü deyiləndə, yəni ki, nüvənin növlərinin xüsusiyyətlərinə görə fərqli olacaqdır. Yəni götürək belə, götürək uran maddəsi. Uran da yarımparçalanma periodu daha çox böyük. Məsələn, yod olduqda daha kiçik olacaq. Yəni maddənin növünə görə dəyişmiş olacaq. Amma belə sayı olsun, zaman olsun, digər fiziki əməklərdən asılı olmayacaqdır. Yəni dəyişməyəcəkdir. 27B variantı. 28-dən İstilik nüvə reaksiyası zamanı iki proton birləşmə nəticəsində deuterium nüvəsi və neytrino ayrılır. Bunlardan başqa hansı hissəciklər ayrılacaqdır? İndi bax, bu hissəni yazıram. 2 proton yazıram. 2 dənə proton götürək. Bu proton 1, 1, bir dənə də proton deyir, gəl üzərinə. 1, 1, birləşirlər. Yəni indi birləşəndən sonra belə reaksiyanı çəkirəm. Deuterium nüvəsi alınır. Deuterium H1, 2-dən ibarətdir. Bir də neytrino alınır. Neytrino da belə növ kimi yazılır. 0, 0-dan ibarətdir. Bir dənə də başqa bir hissəcik ayrılır. Həmin bilinməyən o hissəcik naməlumdur. Ona görə onu X qoyuram. Aşağı hissəsi Z yükədədir, yuxarı hissəsi A kütədədir. Bu şəkildə yazmış olacaq. Buradakı olan hissə var, proton, proton. Bax, bunu 2 dənə proton olduğu üçün bunu belə deyəsin olur. 2 proton 1, 1. Oxu qoyuram. Həmin bu hissəni də köçürdürəm. Bunu belə deyəsin olar. Və yaxud da üstdəki kimi də yaza bilərəm. Belə də yazarım. Və indi gəl yuxarıdakı kimi davam edək. Deməli, belə edirəm. Mən bu hissələri, mavi olan tərəfləri öncə bir bərabərlik edəcəm ki, ox olan tərəfimizə də belə bir bərabərlik qoyacaq. Biz dedik ki, aşağı olan hissələr Z, yəni yük ədədləridir. İndi bu hissələri gələk yazaq. 1-in üzərinə 1 gəldik. Ox olan tərəfimizə bərabərlik qoyduq. 1, üzərinə gəlindi 0, bir də üzərinə gəlindi Z. Belə. Buradan da Z də bərabər oldu 1-ə. Yəni bunun bu hissəsində yük ədədi 1-dən ibarətdir.
İndi isə yuxarı olan hissəyə baxacağım. Yuxarı olan tərəfləri də sarı rəngi alıram. Bax, bu hissələrimizi yuxarı tərəflərdə dedik, A olan tərəf nədir? Kütlə ədədi olacaq. Kütlə ədədinin digər adı nuklondur. İndi bunu yazıram. 1-in üzərinə 1 gəldik. Ox olan tərəfimiz bizim bərabərdir. Sonra 2 üzərinə gəlindi 0, 1 üzərinə gəlindi A. Buradan da A da bərabər oldu, sıfırdan ibarətdir. İndi həmin bizə buradan verilən, yəni bu naməlum bilinməyən hansı hissəcikdirsə, həmin o x-in A olan tərəfini biz 0 tapdıq. Z olan tərəfini də 1 tapdıq. Z tərəfinə də 1 yazacağıq. Bu da görür ki, nəyisə oxşuyur da. Buradan qıraqdan yazıram. X1 sıfırdırsa, həmin bu görüləndə elektron, yox, elektron əksi pozitron olacaq. Çünki pozitron müsbət 1-dir, elektron mənfisi və cavab 28-də C variantına gedir. 29-cu sualda istilik nüvə reaksiyaları zamanı plazmanın yüksək temperaturu nəyə görə lazım olacaqdır? Bu sadəcə bir nəzəri bir sualdır ki, bilməmiz lazımdır. Nüvələrin klon itələnməsinin üstün gəlməsinə görə alınacaqdır. Cavab 29-da B variantıdır. 30-cu sualımızda çevirək bu sualı bu tərəfə. Sualda deyilir ki, uran nüvəsi neytronu udur və bölünərək xenon və bu nə cür oxunurdu? Strontium qəlpələrinə parçalanır. Bu zaman neçə sərbəst neytron ayrılacaqdır? Sualı biraz bu tərəfə çevirək və indi bunu deyiləni yazmağa çalışaq. Demək, burada bir uran nüvəsi verilibdir bizə. Uran 92, 235 yazdıq bura. Neytronu udur. Yəni neytronu yeyir. Üzərinə N01 gəldik. Sonra bölünür, yəni reaksiya girir. Buradan xenon yazaq bu 54, 139 və bir dənə də strontiumdur, nədirsə o alınır. 38, 94 parçalanır. Bu zaman deyir, neçə dənə neytron əmələ gəlir. Nə qədərsə neytron əmələ gələcək bilmirəm. Neytron 0,1 yazıram. Bax, artıq buradakı əmsal say, yəni bu x bilinmir də naməlumdur. İndi davam edirik. Biz görək bunu nə cür şəkildə tapa bilərik. Gəl onda biz birinci bu yuxarı olan hissədən tapaq. Bax, bu hissələrdən davam edirik. İndi bu tərəflərimiz, yuxarı olan tərəflər bilirik ki, bizim kütle ədədlərimizdən ibarətdir. Deməli, 235 üzərinə gəlindi 1, ox olan tərəf bərabərlik, 139 üzərinə gəlindi 94, x-i də 1-ə vurduq. X də vuruldu 1-ə. İndi o x-i tapacaq biz oradan. Deməli, 236 bərabər olacaqdır. Bu tərəf 3, 12, 3. Bu delədi 233. Üstə gəlsin x. X də tapılanda buradakı x də gəldi elədi 3. Yəni ki, burada duran x-imiz bizim artıq biz onu tapdıq ki, 3 dənə neytron var imiş. Neytron sayı 3-dən ibarət. Mən niyə görə 0 tərəfdən getmədim? Burada x-i 0-a vursaq sıfırlanacaq. Ona görə yuxarıdakı x-i 1-ə vurmaq lazımdır ki, oradan 1x üçün nəticə çıxara bilək. Rəssamda heç aşağı hissəni hesablamağa ehtiyac yoxdur. Cavab burada A variantına gedir. 31-ci sualımızda isə həmin suallardandır bu da. Burada deyir ki, uran nüvəsi neytronudur. Yenə də eyni həmin şəkildə barilyum və kripton qəlpələrinə parçalanır. Bu zaman neçə sərbəst neytron ayrılacaqdır? İndi gəlin yenə də deyilənləri yazmağa biz buradan çalışaq. Deməli, uran nüvəsi yazırıq. Uran 92, 235 udanda, yəni üzərinə gəlin, əlavə olunur. Neytronudur. Neytron 0,1-dən ibarətdir. Bölünəndə artıq ox çəkilir. Barilyum 56, 142 və nə olur burada? Deyir ki, kripton əmələ gəlir. Kripton 36, 91. Bir dənə də buradan deyir neçə sərbəst neytron var. Yenə neytron sayını bilmirəm nə qədərdir. Ona görə bu sayın yerinə x qoyuruq da, yəni naməlumdur. İndi yenə davam edirik. Bax, aşağı hissələri özüm yazmıram ki, ona görə ki, bu tərəf görürsən, x-i 0-a vursam, bu eləcə 0. Ona görə nəticə çıxara bilmirəm. Ona görə yuxarı olan hissə, yəni kütləli tərəfdən baxmış olacaq. Demək, indi biz yazırıq. 235 yuxarı tərəfi hesablayırım. Üzərinə 1 gəldik. Ox olan tərəfimizə bərabərlik. 142 üzərinə gəlinsin 91, üzərinə gəlsin x-i də 1-ə vuracaq. Bu da olur belə. İndi sadələşdirək. 236 bərabər olacaqdır. 3, 233 üzərinə gəldi x. X də yenə bərabər oldu 3.
Yine biz buradan neytronun sayını 3 tapmış olduk. Bak buradaki neytronun sayı 3'ten ibaret olacaktır. Həqiqətən də 3'ü götürüb buradan 1'e vuranda elə bu yanda 236, bu yanda 236 olacaq. Çünki burada dedik ki kütlə və yük ədədlərinin saxlama qanunu ödənilməlidir. Yəni sol bərabərlik, sağ bərabərlik ödəməlidir. Cavab olur bu sualda B variantı. 32-ci sualımıza baxaq. Bu çevirmə nəticəsində helium, elektron və Y radioaktiv çevrilməsində elementin nüvəsi Mendeleyev cədvəlində harda yerləşəcəkdir? Deməli, bizə deyir ki, sən bax bu Y-də nəsə bir naməlum bir Z və bir də A-sı var. Sən deyir, onu Mendeleyev cədvəlində harda yerləşdirə bilərsən? Ümumiyyətlə, Mendeleyev cədvəlində həmişə Z-lərə aid olan tərəfə baxılacaqdır ki, Z-i tapacağıq, o Mendeleyev cədvəlinə baxacaq, əvvəldən mi yoxsa sonradan mı yerləşəcəkdir? Əgər biz o Z-i müsbət tapacaqsa, o əvvəldə yerləşəcək. Yox, mənfi tapacaq, sonda yerləşəcəkdir. Digər yandan da biz bilirik ki, həmin buradakı olan Z isə, bax aşağıda da Z olan tərəflərimiz, bunların saxlanma qanunu ödənilməlidir. Yəni, saxlanma qanunu ödənilmə nə deməkdir? Sol tərəfin bərabərliyi, sağ tərəfin bərabərliyini ödənməlidir. İndi gəl belə, bu verilən X elementinin Z-i bərabərdir. Bu 2, öndəki 2, bu indeksdəki 2-yə vurulacaqdır. Üzərinə gəlinəcəkdir. -1 və bax biz buradakı Z olan var, Y-inkini tapacaq ki, bu nədən ibarətdir? 2-ni 2-yə vurduq, 4 elədi. 4-dən də 1 çıxdı. Buradakı Z-imiz 3 elədi. Buradakı 3 nədirsə, bax buradakı Y-də də həmin qiymət alınmalıdır ki, bunun bu hissəsindəki bu bərabərlik ödənilmiş olsun. Bu da 3 olduğuna görə onda biz bunu deyəcək ki, müsbətdir axı 3 xana əvvəldə yerləşmiş olacaqdır. Özündən 3 xana əvvəldə yerləşən element bu isə olur C variantı. Yəni müsbət tapırsan, əvvələ yerləşəcək, mənfi tapacaqdınsa, sonraya yerləşəcəkdir. Sayı da nə qədərdirsə, həmin o qədər yerləşmiş sayılır. İndi 33-ə baxıram. 33-də də yenə deyir ki, Mendeleyev cədvəlində nə olacaqdır? İndi gəl belə eləyək. Mən aşağı olan hissələri mavi rəngə sarıram və bu da Y-in Z-idir. Yəni bizə yuxarı olan tərəf yox, aşağı olan tərəf maraqlıdır. İndi isə yazmağa davam edirəm. Deməli, Z ox olan tərəf bərabərlikdir. Öndəki bu hissə 2-dir. Üzərinə gəlində bunun, deməli 2-ni vururam -1. 2-ni vuranda -1. İndi bax, buradakı biz Y-in Z-ini tapmalıyıq da, bu bərabərlik ödənilməlidir. Onda Z bərabər oldum. 2-dən də 2-ni çıxanda bu elədir 0. Bu deməkdir ki, demişdik ki, əgərlərim Z-lər, lap kütlə ədədləri olsun 0, onda bu onun dəyişməməyi deməkdir. Yəni bu deməkdir ki, buradakı Z-in, bax buradakı Z Y-inə bərabərdir. Yəni həmin o Y elementinin Z-ləri bir-birinə bərabərdir. Bu da konstant deməkdir, dəyişmir. Yəni cavab 33-də A variantıdır. 34-cü sualımızda azot izotopu nüvəsinin neytronun udur və naməlum element alfa zərrəcik əmələ gəlir. Həmin elementi müəyyən edəcək. İndi yazıram buradan azot 7-14, neytronu udur. Yəni üzərinə gəlində bunun neytronunun 0-1-dən ibarətdir. Sonra buradan bir reaksiya çevrilir və naməlum bilinməyən bir element olunur ki, buna Z, bu tərəfdən də A yazılır və bir də alfa zərrəcik əmələ gəlir. Alfa zərrəcik də helium 2-4 nüvəsindən ibarətdir. İndi deyək ki, biz həmin bax bu X-i buradan müəyyən etməliyik. İndi gəl beləyək, dedik ki, biz bunun bu hissələrini aşağı olan hissələr bunların yük ədədləridir ki, onların saxlanma qanunları ödənilməlidir. İndi bu nədir? 7-nin üzərinə 0 gəldik, ox olan tərəf bərabərlik, Z-in də üzərinə 2 gəldik, buradakı Z-imizi biz 5 tapmış olduq. Naməlum elementin bax bu hissəsi, bunun yük ədədi 5-dən ibarətdir. İndi isə keçirəm yuxarı olan hissə. Yuxarı olan hissələr A olan, yəni kütle ədədidir. İndi bu yuxarı olan hissənin kütle ədədini saxlama qanunu ödənilməlidir. Yəni 14-ün üzərinə 1 gəldik. Ox olan tərəf bərabərlik, A-nın da üzərinə 4 gəldi. Bu da A-sı da elədi. Bunun 11-dən ibarət. Onda buradakı A-nın da yerinə biz 11 yazırıq. Bu da görürük ki, nədir? Burada X tapdıq 5, 11-dirsə, bu da bizə bor elementini vermiş olacaqdır. Cavab D variantına gedir. 35-ci sualımız da həmin suallara oxşar suallardandır. Yine deyir ki, azotun izotopunun nüvəsi alfa zərrəcik bombardıman edildə naməlum element və proton əmələ gəlir. Həmin element hansı olacaqdır? İndi verilənləri bir-bir yazıram. Bu izotop nüvəsi alfa zərrəciklə bombardıman edildikdə, yəni ki, olur bax belə N 7-14 bu nüvə
alfa zərrəci ilə bombardıman edildi. Alfa zərrəcik helium 2-4-dən ibarətdir. Yəni bunlar birləşirlər, sonra bir naməlum element əmələ gəlir. Naməlum element bilinmir nədir, ona görə ona ZA yazıram. Bir də proton əmələ gəlir. Proton da bir-birdən ibarətdir. İndi yenə yuxarı hissədəki kütlələrin saxlama qanunu ödənilməlidir. Yəni bax bu hissələri götürürəm, yazıram. 14-ün üzərinə 4 gəldi. Ox olan tərəf bərabər A-nın da üzərinə 1 gəldi. Buradan da A elədir 17-dən ibarətdir. Elə bax, buradan bu da eləcə E variantı oksigen, sadəcə elə A-nı tapmaqla cavabı çıxara bilərəm. Amma yenə digər tərəfə də baxıram. Aşağı olan hissələr Z, yəni kütlələrin saxlama qanunu ödənilməlidir. Yenə 7-nin üzərinə 2-ni gəldik. Ox olan tərəf bərabərlik. Z-in də üzərinə 1 gəldi. Z də gəldi. Buradan 8-i verdi. Yenə də cavab Y variantına gedir, çıxır. 36-cı sualda Joule bölünsün qreyi hansı fiziki qiymətin vahidinə uyğun olacaqdır? Joule elə olduğu şəkildə köçürdürəm. Bir qreyin açılışı joule bölünsün kiloqram idi. Buradan joullar ixtisar olunur. Kiloqram da məxrəcdən aşağı olanda elə olan tərəflər qalxır yuxarı. Kiloqram da bizə kütləni verərək A variantına cavab gedir. 37-də qrey vurulsun kiloqram nəyi verəcəkdir? Dedik bir qreyin açılışı joule bölünsün kiloqramdan ibarətdir. Bu hissədəki kiloqramı da yazıram bura. Kiloqramlar ixtisar olunur, qalır joule. Joule da enerji olacaqdır. Cavab 37-də B variantı. 38-ci sualda yenə qreyin yerinə joule bölünsün kiloqram yazıram. Joule bölünsün kiloqram. Bu tərəfi köçürdürəm. Kiloqram burada, metr buradadır. Kiloqramlar gedir, qalır joule bölünsün metrdir. Bir joulun da açılışı newton vurulsun metr yazsaq, məxrəc də metrdir. Metrlər gedər, qalar newton. Newton da qüvvə olaraq cavab C variantıdır. Bu sualımızda isə joule bölünsün kiloqram hansı fiziki qiymətin vahidinə uyğun olacaqdır? Joule nədir? Enerjidir. Kiloqram nədir? Kütlədir. Enerji bölünsün kütlə. Bu bizə udulma dozasını verəcəkdir. Şüalamanın udulma dozası Y variantı. Əgər görsən ki, bu cavab yoxdur, onda bu tərəfdən keçdik. Joule istilik miqdarıdır, Q'dür. Bu da M'dir. Belə. Bu ifadələr bizə həm lambdanı verə bilər, yəni xüsusi ərimə istiliyini verə bilər. Sonra yekə eli verə bilər. Yekə elin adı xüsusi buxarlanma istiliyidir və yaxud da Q-nü verə bilər. Bunun da adı xüsusi yanma istiliyi. Yəni joule bölünsün kiloqram bu fiziki qiymətləri bizə verə bilər. Digər yandan da udulma dozasını da verə bilər. Udulma dozasını görməsən, onda bu biri fiziki qiymətləri də yazmaq olar. 40-cı sualımızda hansı fiziki qiymətin vahidinə uyğun olacaqdır? Yenə indi yazırıq ki, buradan bir qreyin açılışı joule bölünsün kiloqramdır. Bu hissələri də köçürdürəm. Kiloqram saniyəni yazdıq və kiloqramlar ixtisar olunur, qalır joule bölünsün saniyə. Joule bölünsün saniyə də bu da bizə bir watt olaraq watt da gücü verəcəkdir. Ya da bunu elə fiziki qiyməti çevirə bilərəm. Deməli, joule nədir? Enerji, işdir. Buradan A yazıram. Bu isə saniyədir. Saniyə də T ilə yazılır və bu ifadə bizə ya güc N-lə də yazıla bilər, P ilə də yazıla bilər. Fiziki qiyməti də keçirdə bilərik. 41-ci sualımıza da baxaq. Deməli, bilirik ki, bir aparatın açılışı kulon bölünsün voltdan ibarətdir. Bunun yerinə yazıram. Kulon bölünsün volt və bu hissələri olduğu şəkildə köçürtürəm. Voltun kvadratı kiloqram. Buradan volt ilə 1 voltun digəri ixtisar olunur. Son qalan ifadə bu şəkildə olur. Kulon vurulsun volt bölünsün kiloqramdan ibarətdir. 1 voltun da açılışı joule bölünsün kulondan ibarətdir. Onda bunun da yerinə, voltun da yerinə yazıram ki, joule bölünsün kulon və kulonlar buradan ixtisar olunur, qalır joule bölünsün kiloqram. Bu da bizə bir qreyi verə bilər. Bir qreyi də udulma dozasıdır və cavab 41-də D variantına gedir. Görsəniz ki, əgərlərim udulma dozası D yoxdur, o zaman bu xüsusi ərimə istilikdə ola bilər, xüsusi buxarlanma istiliyi və xüsusi yanma istiliklərindən də cavablardan birini götürə bilərik. Sonra bu bir suala baxıram. Demək, yenə buradan klon kvadratını, yəni klon vurulsun klon şəklinə yazıram. Sonra dedik, bir aparatın açılışı isə klon bölünsün voltdan ibarətdir. Bir də buradakı kiloqramı köçürdürəm. Deməli, klonlardan biri ixtisar olunur. Deməli, bax, bu voltu görsənmə, bu voltu qaldırıram, yuxarıya yazıram, sürətə yazıram. Çünki o məxrəcdən də aşağıdır. Ona görə bunu götürürəm, yuxarıya yazıram, volt qalxır yuxarıya. İndi belə bir ifadə qalır əlimizdə. Kulon vurulsun volt, məxrəcdə isə kiloqramdan ibarətdir. Yenə dedik ki, 1 voltun da yerinə joule bölünsün, kulon yazmaq olar. Buradan da klonlar ixtisar olunur, qalınacaq joule bölünsün kiloqram. Bu da bizə dedik nəyə verir? Bir qreyi verir. Bir qrey də şüalaman udulma dozası cavab B variantına gedir. 43-cü sualımızda
Gəlin yenə buradan 1 qreyin yerinə jol bölünsün kiloqramı yazaq. Jol bölünsün kiloqram. Bu hissələri olduğu şəkildə köçürdürəm. Kiloqram burada, kubmetrdə buradadır. Kiloqramlar gedir, qalır jol bölünsün kubmetrdir. İndi belə olduğu halda jolun yerinə Newton vurulsun metr yazaq. Məxrəc də metrin kubudur. Bu metrlə də bu metr kubundan biri ixtisarında qalar Newton bölünsün metrin kvadratı. Bu ifadə isə bizə Paskalı verəcəkdir. Bir Paskalda təzyiqdən ibarətdir. Cavab Y variantına gedir. Biz demişdik ki, təzyiqin vahidi bir Paskaldan ibarətdir. Digər fiziki əməklər də vardır. Mexaniki gərginlik, Young modulu. Bax, bunların da vahidləri Paskaldır. Həmçinin şüalanma enerji sıxlığı da onun da vahidi bir Paskaldır. Çünki bu da belədir. Enerjinin həcmi olan nisbətidir. Bir enerjinin vahidi jouldur, həcmin vahidi kubmetr idi. Bu da eləyəcək yenə nə? Jolun yerinə Newton vur metr yazsaq, metr kubla ixtisar olunanda qalacaq Newton bölü metr kvadrat. Newton bölüsü metr kvadratlar da bizə Paskalı verəcək. Yəni, görsək ki, cavab təzyiq yoxdur. Sigma mexaniki gərginlik yaza bilərsən. Y Young modulu, bir də enerji sıxlığını da onun yerinə yazmaq olar. İndi 44-cü sualımıza baxıram. Bu sualda da yenə baxaq, hansı fiziki əmətin vahidinə uyğundur. Deməli, 1 qreyin açılışı jol bölünsün kiloqram yazdıq. Bu hissələri olduğu şəkildə köçürdürəm. Kiloqram, kvadrat, metr yazıldı. Kiloqramlar ixtisar olunur, qalır jol bölünsün metrin kvadratı. Dedik, bir jolun yerinə Newton vurulsun metr yazaram. Məxrəcdəki metrin kvadratını da köçürdürəm. Metr ilə metr kvadratının bir ixtisar olundu, qaldı Newton bölünsün metrdən ibarətdir. Newton bölünsün metrdə bizə sərtliyi verəcəkdir. Çünki Newton qüvvədir, metrdə x-dir, uzunluqdur. Belə yaza bilərəm. Bu da bizə nə verdi? Sərtlik. Cavab A variantına gedir. Görsən ki, sərtlik yoxdur, onda bilməlisən ki, bu səthi gərilmə əmsalıdır. Çünki səthi gərilmə əmsalı sigma F bölünsün L-dən ibarətdir. 2 sigma var. Biri F bölü S-dir, həmin bu F bölü S bu mexaniki gərginlikdir. Eyni hərf olmağına baxmayaraq, mənalar fərqlidir. Yəni, amonim deyirlər də, buna səhv etmirəmsə Azərbaycanla. Yəni, eyni fiziki əməklərdir, amma mənaları fərqlidir. Amma bu sigma qüvvə ilə uzunluqla olanda bunun adı isə səthi gərilmə əmsalıdır. Səthi gərilmə əmsalı. Sərtlik görməsən, onda bunun da vahidi Newton bölünsün metr olacaqdır. Bunu yazı da bilərsən cavab olaraq səthi gərilmə əmsalı. 45-ci sualımızda isə elementar zərərciklərdir. Elementar zərərciklər çox kiçik olan hissəciklərdir. Yəni, atomlardan kiçik olanlardır ki, əsas yəni elementar zərərciklər bunlar elektron, proton, neytron ola bilər. İndi görək buna uyğun gələcək hansı? Elektron, proton, neytron da ola bilər, amma neytronu verməyib. 1-5 olaraq cavab 45-də A variantıdır. 46 isə deyir elementar zərərcikdir. Elektron, proton, neytronu çıxaram. Yerdə qalanlar isə alfa, atom, alfa hissəcik atomlar 2-3 olaraq cavab 46-da D variantına gedir. 47-ci sualımızda İstilik nüvə reaksiyaları zamanı müsbət yüklü zərərciklərin böyük miqdarda kinetik enerji malik olması nəyə görə lazım olacaqdır? Nüvələrin klon itələməsinin üstün gəlməsinə görədir. Bu da hazır bir nəzəri sualdır. 47 Y variantına gedir. 48-də lityum hidrogen çevrilməsində berilyum və naməlum bir reaksiyasında hansı zərərcik yaranmış olacaqdır? İndi yenə bax, biz bu x-in, bu sol tərəf aşağı z, yəni yük ədədi, sol tərəf yuxarı isə kütle ədədini yazırıq. Və aşağı olan hissələr yük ədədləridir. Bunların saxlama qanunları ödənilməlidir. İndi gəl belələk. Deməli, 3-ün üzərinə 1 gəldik. Belədir 4. Ox olan tərəfimizə bərabərlik qoyduq. 4-ün də üzərinə z gəldik. Z də gördük ki, buradan 0-a bərabərdir. Və bu z-in yerinə götürürəm 0 yazıram. İndi isə yuxarı olan hissənin kütlədətləri, yəni A-sın saxlama qanunu ödənilməlidir. 7-nin üzərinə 1 gəldik, bərabər oldu. Bir də 7-nin üzərinə A-nı gəldik. A da kütlədədə buradan gəldi, 1-ə bərabər oldu. İndi A-nın da yerinə gətirəm 1 yazdım. Bu naməlum olan X elementi 0-1-dən ibarətdir. Bu da nə idi? Neytron idi. Neytron 0-1 idi. Cavab 48-də D variantına gedir. 49-cu sualımızda göstərilən nüvə reaksiyalarından alınan naməlum nüvəmizi müəyyən edəcək. Birinci nə baxıram? Bu neytron bununla reaksiyaya girib, udub bunu, uran neytronu udub, nəticədə belə bir çevrilməmiz bizim baş veribdir. İndi bu nəticədə belə götürüb də bax, elə bil ki,
Neytronla uranın cəmi bizə veribdir. Bax, uran 92, 236 izotopunu veribdir. İndi həmin elə bir buradan başlaya bilərik. Elə biz bu reaksiya qırmızı çərçivənin içindən uran 92, 236. Yəni elə bil ki, bax bu 1 ilə 235-i topladıq. Bax belə 1 ilə 235 toplandı verdi bizə 236. Aşağı hissəsinə, yəni yük ədədindən baxanda isə 0 ilə 92-nin cəmi, yəni 92. Yəni bu hissə ümumi belə bunların cəmi bizə uran 92, 236 verir. Sonra bir parçalanma gedir ki, parçalanma nəticəsində bir dənə neytron, iki dənə neytron, üç dənə neytron əmələ gəlir. Onda bunu belə yazıram. 3 neytron da 0, 1 şəklində yazılır. Sonra görək nə əmələ gələcək. Burada barilyum əmələ gəlir. Üzərinə barilyum yazıram. Barilyum nə qədərdir? 56, 142-dir. Bir də bax, bu nədirsə? Naməlumdur. Bu naməlumu da bilmirəm nədir. Naməluma da X yazıram. Z A-dan ibarətdir. Demək ki, burada bir də Y-lər var. Y dediyimiz bax, buradakı neytronlardır. Bunlar da 0, 0'dır deyə belə götürə bilərik də. Bax, bu 0, 0'dır da neytronlar. Heç onu yazmaya da bilərəm. Sayı 2-dəndir, yəni yenə də 0 nəyə vurulsa 0-a bərabər olur. Onu heç yazmaya da bilərəm. İndi bu aşağı olan zetlərimiz bizim bunların saxlama qanunu ödənilməlidir. Yəni 92 ox olan tərəf bərabərlik 3'ü 0'a vururam. Yəni 10'sa 0 edir. Üzərinə gəldik. 56 budur, elədir zet. İndi buradan da zeti tapanda bu da eləyəcəkdir 36'dan ibarətdir. Yəni kütlə ədədim, yük ədədimizi tapdı ki, bu 36'dan ibarətdir. İndi kütlə ədədinə baxacağım. Burada sarı olan tərəflərimiz aidiyyəti var bunlara. Demək, bunları da bu cür şəkildə təyin edək. Gəl buradan da belə qoyaq. Demək, 236'nın bərabər edirəm. Ox olan bərabərdir. 3'ü 1'ə vurduq. Belədir 3. Üzərinə gəldik. 142. O da cəm də A-dan ibarətdir. 236'dan da buradan çıxanda 145'i, bu da A da bizə veriləcəkdir. 1, demək 9, 91'den ibarət. A'sını da biz bunun tapdıq ki, nə qədər oldu? 91'dir. Bunu silin, burada yazırım. Bu da nə olacaq? 36, 91 kripton olacaq. Cavab C variantına gedir. Sonraki sualımıza baxıram. 50-ci sualımızda. Göstərən nüvə reaksiyası zamanı alınan naməlum nüvəni müəyyən edəcək. İndi bax, yenə də görürəm ki, burada neytron ilə uran cəmlənir. Nəticədə belə bir parçalama baş vermiş olacaqdır. İndi bundan öncəkində neytronla uranın cəmini bizə verdi ki, 92, 236. Amma indi burada vermir. İndi özümüz yazaq. Bunu heç nə olmaz. Deməli, yazıram buradan. Neytron üzərinə urana gəlirəm. Neytron 0,1 üzərinə gəldik uran 92, 235. Elə bunu birbaşa belə yazmaq olar da. 92 budur. 1 ilə də 235-i cəmlədik. Bu elədir 236. İndi çevrilir. Elə gəl yuxarı sənsə buradan yazaq birbaşa. Demək ki, nə əmələ gəldi? Bunlara baxıram. Neytronların sayıram nə qədərdir? Sayı 1, 2, 3. 3 dənə neytronumuz var. Onda yazıram buna 3. Neytron 0, 1. Sonra kripton əmələ gəlibdir. Buradan üzərinə kripton 36, 91. Bir də nəsə alınıb, onu da bilmirəm. Onda X yazacağım. Naməlumdur. X və Z A-dan ibarət. Yenə yük və kütlə ədədinin saxlanma qanunu ödənilməlidir. İndi 92, 3'ü 0'a vuracağım. 36 və Z-dir. İndi tapaq bunu. 92 ox bərabəri 3'ü 0'a vurduq. Belədir 0. Üzərinə 36 və Z gəlindi. Z də buradan bərabərdir. 56'dan ibarətdir. İndi 56 görən kimi elə cavab C variantını 56 deyirəm, səhv götürəməm. Bir dəqiqə. 56'da barilyumu götürəcəm. İndi baxıram kütlə ədədimizə. Kütlə ədədlərini də mavi rəngə salıram. Belə. İndi bunu hesablayaq bu hissədən. Demək 236, 3'ü 1'ə vuracağım. 91. Bunların indi saxlama qanunu ödənilməlidir. Yəni 236 bərabər 3 vurulur 1'ə. Üzərinə 91. Bir də A-nı gəldik. Bu deyiləcəkdir. A da bərabərdir. 236'dan çıxacaq biz 94'ü. O deyiləcəkdir 2. Demək 13'dən 9'un çıxdıq 4 və bu dəyərdə 142. Cavab yenə də B variantına gedəcəkdir. 51-ci sualımızda isə istilik nüvə reaksiyaları hansılardır? Bax, istilik nüvə reaksiyalarını əzbər bilməsəniz belə hidrogenlə helyuma görə yadda saxlaya bilərsən. Nə görəm? Birincidə alüminium var. İkincidə plümbüm qurğuşum var. Sonra burada azot var. Amma burada isə D variantında hidrogenlər, helyum, neytron var. Cavab 51'də D variantına gedəcəkdir.
52-ci sualımızda atom elektrik stansiyalarında hansı kimyəvi elementin nüvə yanacağı kimi istifadə olunacaq? Nüvə yanacağı kimi uran 92-235, uran 92-238 və plutonium ola bilər. Buna uyğun gələn cavab 2, 3 və cavab Y variantına gedir. 53-cü sualda Heyger sayğacın elektrik tutumu 32 pikofaraddır. Sayğacda boşalma vaxtı 2 vurun üstü müsbət 8 cüt bir valentli iyon əmələ gələndə ondakı gərginliyin dəyişməsi nəyə bərabər olacaqdır? Verilənləri yazıram. Elektrik tutumu 32 pikofaraddır. Piko 10 üstü mənfi 12 deməkdir. Say isə buradan verilib 2 vur 10 üstü müsbət 8. Elementar yük var və gərginliyin dəyişməsini soruşur bizdən. Biz indi buradan gərginlik və tutum var deyə buna uyğun bu düsturu götürə bilərik də. Gərginlik bərabər yükün tutuma olan nisbətidir. Digər yandan da yük yoxdur. Yük də n ilə y-nin sayəsindən çıxa bilər. Çünki biz bilirik ki, yük nə idi? Say vurulacaqdır elementar yükə. Yəni yükün yerinə buradan n yazaram və salam. Verilən fiziki əməklər hazırdır. İndi yazıram. N verilib bizə 2 vur 10 üstü müsbət. Bax, 1 valentli deyir. Yəni vurulsun 1 deməkdir. Amma 2 iyon olsaydı, onda vurulsun 2 olacaq. 3 olsaydı, 3 iyon olsaydı, onda vurulsun 3 şəklinə yazılacaqdır. Daha sonra elementar yükümüz 1, 16 vur 10 üstü mənfi 19. Tutum isə 32 pikofarad, yəni 10 üstü mənfi 12-dən ilə ibarətdir. İndi buradan sadələşdirməmizi aparaq biz. 2-ni gətirsək, vursaq 1 onda 6-ya böləcəkdir 3 onda 2. 3 onda 2-ni də buradan 32-yə böləndə bu da elədir 0,1. 0 onda 1 sonra buradakı 10 üstü mənfi 12 ilə 10 üstü mənfi 19 ixtisar olunanda sürətdə qaldı 10 üstü mənfi 7. Demək bu 10-luqda 10 üstü mənfi 7-yə vurulanda elədi 10 üstü mənfi 8. 10 üstü mənfi 8 isə 10 üstü müsbət 8-ə vurulanda gərginlik 1 volt olaraq cavab 53-də B variantına gedir. 54-cü sualımıza baxmamışdan öncə bu yazıları buradan silək. Uran izotopunun niyə silmədi bu? Bir dəqiqə təzədən silməyim. Aha. Uran izotopunun bir nüvəsi bölünəndə 200 megaelektron-volt enerji ayrılır. 24 10 üstü müsbət 22 megaelektron-volt enerji almaq üçün nə qədər uran bölünməlidir? Deməli, bir nüvədəki bölünən enerji bu Y0 ilə yazılır. 200 megaelektron, mega 10 üstü 6, yəni milyon deməkdir. Digər tərəfdən buradan artıq enerjimizin dəyişimi baş verir. Yəni enerji parçalanıbdır. Bunu isə delta Y ilə yazılacaqdır. Bu da bərabərdir 24 vur 10 üstü müsbət 22 megaelektron voltdur. N Avogadro verilir bizə və deyir nə qədər uran bölünməlidir. Deyək ki, bu ifadəni başa düşmürsən, nəyə soruşur? Milliqrama bax, cavablarda variantlara bax. Görsən kütlədir. Yəni bizdən kütlə soruşulacaqdır. İndi biz bilirik ki, enerjilər parçalanandan sonra enerji, yəni enerjimizin dəyişimi bərabərdir. Bir nüvədəki enerjimiz vurulacaqdır bunların sayını. İndi bizim n-imiz yoxdur. Bəs n-i nə cür tapa bilərik? Biz MKN mövzusuna keçmişdik ki, maddə miqdarı bərabər idi, kütlə bölünsün molyar kütlə. O da bərabər idi, həmçinin sayın n Avogadroya olan nisbətidir. Bir düsturda 2 bərabərlik olmadığına görə maddə miqdarını atıram geçsin. Buradan da biz n-i tapırıq. N də bərabər olacaqdır. Kütlə vurulacaq n Avogadroya bölünəcəkdir molyar kütlədən ibarətdir. Yəni, indi biz buradan n-i verib, bunu bu hissəni silirəm və mən deməli buradan bu n-in yerinə gətirəcəm, bax bu ifadəmizi yerləşdirəcəm. Onda bizim elə bunu yerinə yazıram ki, kütlə vurulur n Avogadroya bölünəcəkdir molyar kütlədən ibarətdir. Və salam, bizim artıq düstur hazırdır. Kütləni də soruşduğuna görə buradan kütləmizi tapacağım. Demişdik ki, hansı ki fiziki kəmiyyətimizi tapmaq lazımdırsa, onun solunda sağındakılar düşür məxrəcə. Yəni, Y0 ilə n Avogadro düşür məxrəcə, digərləri dırmaşır yuxarıya. Delta Y vurulacaqdır n molyar kütlə. İndi verilən fiziki kəmiyyətlərimizi yerləşdirək buradan. Enerjimiz bizim parçalanan sonra oldu 24 vur 10 üstü müsbət 22. İndi M-i nə cür taparam? Molyar kütlə. Molyar kütlə yadda saxlayın ki, verilən bax buradakı elementin bu olan hissəsidir, molyar kütlə. Çünki bu nə idi? A idi, kütlə ədədi idi. Elə bunu buradan molyar kütlə kimi də yazmaq olar. Bu da 235-dir. Ona bunu da yerinə 235 yazıram və
Y sıfırımız 200'dür. En Avogadro'da 6 vur 10 üstü müsbət 23'dür. Bu enerjilərin ki, mega elektron voltlar, bunları niyə görə yazmıram? Çünki biri yuxarıdadır, biri aşağıdadır. Onsuz da onlar ixtisar olunacaq da, yerdə içində qalmayacaqdır. İndi sadələşdirək biz buradan. 24'ü 6'ya böldük. Bu elədir 4. Buradan 4 yazıram. İndi üstləri buradan hesablayaq. Demək, buradan da 10 üstü müsbət 2'dir. Bu da 10 üstü müsbət 23'dür. Bunlar da bir-birinə vurulanda oldu 10 üstü müsbət 25 və 10 üstü 22 ilə də 25 ixtisar olunanda məxrəcimizdə 10 üstü müsbət 3 qalır və 10 üstü müsbət 3 də sürətə qalxanda 10 üstü mənfi 3'dən ibarət oldu. Buranı tapdıq. Sonra 4'ü 2'yə böldük. Bu elədi 2. 2'ni ise 235'e vuranda bu elədi 470 və 10 üstü mənfi 3 var. Deməli 10 üstü mənfi 3 də nədir? Qramdır. Yəni onda kütləmiz bizim bərabər oldu 470 milliqramdan ibarət oldu. Cavab getdi buradan hansı varianta? A variantına. Yeri gəlmişkən milli 10 üstü mənfi 3'dür, qram 10 üstü mənfi 3'dür. Buradakı da bizə verilən uran 235'də, bu da 10 üstü mənfi 3'lüklə qəbul olunur. Bunda bu da elib 10 üstü mənfi 6, ona görə də cavab A variantına gedir. İndi 55-ci sualımıza baxıram. Bu sualımız da elə həmin sualların qohumlarındandır. Oxuyaq buradan. Deyir ki, uran nüvəsi parçalananda 200 megaelektron-volt enerji ayrılır. 2,135 qram izotopu parçalananda nə qədər enerji ayrılacaq? Bax, indi bizdən parçalandıqdan sonra yəni delta y-ni soruşmuş olacaqdır. Elə ona görə daha bu düstur hazır şəkildə var. Ona görə yaxşı olar ki, 54-cü sualın izahına diqqətlə baxın ki, bu düsturu hardan gətirdik, çıxartdıq və ən cür şəkildə əmələ gəldi. Buradan baxarsınız. Sadəcə bu hissələri silirəm ki, indi bizə bu tərəflər lazım olacaqdır. Belə. Verilənləri sadəcə bir dənə yerləşdirək. Deyir ki, bu nüvə parçalandıqda, yəni Y0 200 verilibdir. Kütlə buradan 2,35'dir. En Avogadro var və molar kütləmiz də 235'dən ibarətdir. İndi verilənləri yerləşdirərək Y0 200'dür. Burada da görürük ki, cavablar hamısı mega elektron voltdur. Ya da meganın yerinə 10 üstü müsbət 6 yazmıram. Bu milyon deməkdir. Kütləmiz 2 tam %35'dir. En Avogadromuz bizim 6 vur 10 üstü müsbət 23. Molar kütləmiz 235 ilə qramdır. Demək, indi sadələşdirəm buradan. 235 ilə bu 2 tam 35'dən bu ixtisar olanda qalır buradan 0 tam %1. Deməli, bunun buradakı onluğu bu yüzlük, daha doğrusu 0 tam %1'ə vuran nəticədə heç nə qalmır. Belə olur. 2'ni də 6'ya vuranda bu ilə də 12 vurulur 10 üstü müsbət 23'ə. Bu da eləcəkdir. 1 tamındakı vur 10 üstü müsbət 24 olaraq cavab Y variantına gedir. 56-cı sualımızda isə çevirək bunları. Belə bu tərəflərdən yazaq. Plutonium izotopunun bir nüvəsinə bölündə 200 megaelektron-volt enerji ayrılır. 2,139 qram plutonium izotopu bölünərsə nə qədər enerji ayrılmış olacaqdır? Verilənlərimizi qeyd edirəm. Kütlə bizə verilibdir 2,39 qram. Sonra bir nüvədəki enerjimiz 200 mega elektron voltdan ibarətdir. En Avogadro var və deyir ki, bu bölünərsə, yəni parçalanarsa, onda bizdən enerjimizin dəyişimini soruşur. Və yaxud bu düsturu nə cür yazsam? Y0 vuruldu N-ə. N-in isə biz dedik ki, buradan yerinə yazacağıq ki, kütlənin, yazaq buradan, deməli biz bu düsturu belə çıxartdıq. Bax, kütlə bölünürdü molar kütlə, bir də N də bölünürdü N Avogadro. Buradan da N'imizi tapanda bunun yerinə N tapılanda demək M vurulur N Avogadro bölünəcəkdir molar kütləmizə. Belə, indi görək buradan nəyə soruşur bizdən? Nə qədər enerji ayrılır? Hə, indi bax bu enerjimizin dəyişimi. İndi verilən fiziki əməklərimizi yerləşdiririk. Y0 200'dür. Cevaplar da mega elektronla voltdan verildiğine göre bunu çevirmirəm. Maddənin kütləsi 2 tam %39'dur. Bunu yazaq. 2 tam %39. En Avogadro 6 vur 10 üstü müsbət 23'dür. Molar kütləmiz də 239'dan ibarətdir. Buradan deməli bunlar ixtisar olunanda qaldı oradan 0 tam %1.
Bunun yerinə yazıram 0,1 və bu 100-dür də bu 0,1-ə vuran nəticədə 1 qalır. Buradan da 2-ni də 6-ya vuranda bu yenə elədi 12. Buradan da 10 üstü müsbət 23 var deyə bunu 12 vur 10 üstü müsbət 23 ya da 1 ondakı vur 10 üstü müsbət 24 yazaraq 56 da yenə D variantına gedəcəkdir. 57-ci sualımızda radioaktiv X elementin izotopunun alınması üçün uyğun keçid hansı olacaqdır? Hə, biz birinci buradan izotop sözünü bilməliyik ki, izotop nədir? İzotop, bax bu Z sözünə görə yadda saxla. Z yəni bunların protonlarının sayı sabit olmalı, yəni dəyişməməlidir. İndi Z xəttdən baxıram. Z xəttimiz belədir. Bilirik ki, hansı bir fiziki əməl sabit olanda xətt ona perpendikular gedir. Xəttimiz bizim belə də ola bilər, belə də ola bilər. Əsas odur perpendikular olsun. Buna uyğun gələn də hansıdır? Görürəm ki, 1-dir. Və cavab buradan gedəcəkdir B variantına. Amma əgərlərin kütlənin sabit olmağı deyilsəydi, yəni alt konstant olsaydı, o zaman xəttimiz bizim A xəttinə fikir verir, onda buna perpendikular olanı götürəcəkdik. Yəni belə 2-ni götürə bilərdik. Yəni yadda saxla ki, A-nın yəni yük ədədinin sabit olmağı deyiləcəksə, bu izobar deyiləcəkdir. Yəni izobarda A konstant olacaqdır, amma izotonlarda isə tonlar da. Orada isə neytronlar konstant olacaqdır. Bunu N sözünə görə yadda saxla, neytron konstantı. Burada elə sadəcə izobara görə A-dır. İzotop olduqda isə Z-ə görə yadda saxlaya bilərik. İndi 58-ci sualımıza baxıram. Bunu çevirək belə. Deyir ki, buradan protonun üzərinə nəyə gələndə 2 alfa zərərcik alınmış olacaqdır. Proton bir-birdən ibarətdir. Naməlum element bilmirəm nədir. Buna Z ilə A-sını yazıram. Deyir, bu 2 alfa çevrilmədən ibarətdir. Alfa çevrilmə helium 2-4-dən ibarətdir. İndi yenə biz buradan Z-in, yəni yükünü saxlama qanunu ödəmək üçün bunu yazırıq belə. Bax, bu əmsallar da yəni nəzərə alınır. 1-in üzərinə Z gəldik, ox olan tərəf bərabərli. 2 də öndəki 2 əmsal, buradakı indeksdəki 2-yə vurulur. Z də bərabər oldu. Buradan 3-dən ibarətdir. Elə bu birbaşa B variantına gedir. İndi biz yuxarı olan tərəfə, yəni kütlə ədədinin saxlama qanunu ödənilməlidir. İndi bunun tərəfə baxmış olacaq. Buradan da bu, belə də 1-in üzərinə A-nı gəldik. Ox bərabərlidir. 2 də 4-ə vuruldu. Belə. A da bərabər oldu 7-dir. Bu da görür ki, litium olaraq cavab 58-də B variantıdır. İndi 59-cu sualımıza baxaq. Bunu belə çevirək. Yenə eyni suallardandır burada. Demək, bunun üzərinə yenə proton üzərinə nəsə gələcəm, bilmirəm nədir. Ona görə naməlum Z A-sını yazıram. 3 alfa əmələ gəlib. Alfa helium 2-4 nüvə selindən ibarət. Yeni eyni şəkildə Z, yəni yükün saxlama qanunu ödənilməlidir. 1-in üzərinə Z gəldik. Ok bərabərlikdir. 3 də 2-yə vurulur. Z də buradan 2-ni belə yazsa, Z də bərabərdir. 5-dən ibarətdir. 5 olan cavab bor olacaq. Cavab C variantına gedir. Amma yenə də Z-dən də baxıram. Üzr istəyirəm, A-sına da baxıram. A-lar yəni kütlə ədədləridir. Bax, bu hissələrə nəzər alacağım. 1-in üzərinə A-nı gəldik. Oxlar bərabərlikdir. 3 də 4-ə vurulandı 12-yə. A da gəldi elədi buradan 11-dən ibarətdir. A, de, görsən gözümdən yayındı. Onda biz Y variantını götürəcək. 5 və 11-i tapdıq. Ona görə heç vaxt tələsməyin mənim kimi. Burada 5 10-dur, amma burada 5 11-dir. Cavab Y variantına gedir. 60-cı sualımıza baxaq. Sualı bu yana çevirək. Bu sualımızda isə, sual çox qaçdı, uzaqlaşdı. Aha, bu sualda isə bir cins maqnit sahəsinə yerləşdirilmiş Wilson kamerasında alfa hissəcik daxil olur. K trayektoriyası üzrə hərəkət edir. Həmin sürətlə bu sahəyə daxil olan proton hansı trayektoriya üzrə hərəkət etmiş olacaqdır? Bax, öncə alfa hissəcikdir, birinci vəziyyət, sonra isə proton oldu, ikinci vəziyyət. Alfa zərrəcik helium 2-4-dən ibarətdir ilk vəziyyətimizə görə də. Digər ikinci şərtimiz isə protondur. Proton bir-birdən ibarətdir. Biz birinci nəyə fikir verməliyik bunun? Radiuslarına. Çünki bu bizə dedi ki, K trayektoriyası boyunca. K trayektoriyası belədir. İndi bunun məlum ki, ya istiqamət 2-dən olacaqdır, 2-dən ya da istiqamət 1-dən olacaqdır. Bunu nə cür müəyyən edəcək? Biz birinci bunların radiuslarını çıxartmalıyıq. Çünki bax, 2-nin radiusu daha böyükdür, 1-in radiusu daha kiçikdir. Bax, gör indi hansı radiusun böyükdürsə, o ora doğru yönələcəkdir. Biz isə Wilson kamerası nədir? Yüklü zərrəcikləri müəyyən edirdik. Orada zərrəciklər çox balacadır. O görünmür. Sadəcə həmin o zərrəciklərin hərəkətində onun izi, buxarı
görünür. Demişdik təyyarə necə arxasından buxarı çıxır. Yəni bax orada da izlərin sanki hərəkətlərində buxarların izi görünmüş olacaqdır. Yəni yüklü zərərciklərdən söhbət gedir də. Yüklü zərərcilərimizin radiusun düsturu mv bölünsün qb-dən ibarət olacaqdır. İndi buradan biz helyuma baxırıq. Bunun bu yük olan hissəsi 2-yə düşəcəkdir. Kütle olan tərəfi də 4-dən ibarətdir. İndi veriləni yazıram. Mən helyum üçün yazıram. Helyumun radiusuna baxıram. V ilə də B, yəni bir cins sahə sürətlə sabitdir. Bu hissəyə heç baxmaya da bilərik. İndi kütləmiz 4-dür helyuma görə. Yükümüz 2-dir. Demək biz tapırıq ki, helyumun radiusu 2-dən ibarətdir. İndi bunu proton üçün baxıram. Proton yazaq buradan. Protonun da ki, deməli yenə də yükü 1-dir. Kütləsi də 1-dən ibarət. 1 də 1-ə böləndə elədir 1. Yəni protonun da radiusu baxdı ki 1-dir. İndi görürəm ki, helyumun radiusu daha böyükdür. Onda deməli bu ikinci vəziyyətimiz bizim bu tərəfimiz helyum imiş. Yəni helyum idi. Amma birinci vəziyyət proton imiş. Bizdən də protonu soruşur. Deməli bizə bu lazımdır. Balaca olan radiusumuzu götürək. Proton bir istiqamətinə gedir. Cavab 60-da E variantıdır. Həmçinin digər yandan biz burada yüklü zərərcik deyirik. Yəni biz düz yer tapmışıq. İndi bunu K trayektoriyası dediyinə görə birbaşa belə yönəldik. Biz bu istiqamətə yönəldik. Amma bunun tam dəqiq şəkildə tapılma yolu belədir. Buradan sürət daxil oldu. Proton deyirsə bu müsbət yüklü zərərcikdir də. Girdi bu sahənin içinə, bir cins sahənin, yəni bu zonanın içinə girdi. Buradan belə girəndə baxıram ki, bu bir cins sahə X-dir. X olanda biz demişdik ki, həmişə əlin üstü şəkildə olacaq. Ovcumuzun içini görmüş olacaq. Digər yandan isə burada yüklü zərərcikdən söhbət gedirsə, təbii ki, ortaya Lorentz qüvvə girəcəkdir. Lorentz qüvvəmizə görə bizim baş barmağımız Lorentz qüvvənin istiqamətini bildirəcəkdir. Amma sürətin istiqamətini isə 4 barmağımız bildirmiş olacaqdır. Yəni bu zonanın içində bizim 4 barmağımız girir. Yəni görsən 4 barmaq girdi, əlin də üstü şəkildə olur. 4 barmağımız bizim belədir və qüvvə isə baxıram ki, sola doğru yönəlmiş oldu. Yəni onda bunların istiqaməti dedik ya bir istiqamət ya da 2 istiqamət oldu. Sadəcə biz də oradan balaca radiusu götürürük. Çünki protonun radiusu daha kiçik imiş. Dedik protonun radiusu 1-dən ibarət idi. Amma helyumki daha yekəmiş. Demək ki, onda helyumunki buradan 2 istiqamətdən ibarət imiş. Keçdik 61-ci sualımıza. 61-ci sualda bunun əksidir. Burada deyir ki, proton daxil olur. Bax, bura proton girdi. K trayektoriyası üzrə hərəkət edir. Yəni, bax, bu yana doğru bu hərəkət edir. Amma deyir, alfa hissəciyi hansı olacaqdır? İndi 61-i yazmaq istəyən 60-ın izahına diqqətlə baxsın. Bu girdi bura, sahə X-dir. X olan dedik, əlin üstü şəkilə gedir. 4 barmağımız sürətin istiqamətini bildirir. Baş barmağımız isə Lorentz qüvvəsinin istiqamətini bildirir. Yəni 4 barmağımız girib bura, baş barmağımız da sola doğru getdi. Yəni bizim onsuz da istiqamətimiz ya 2 olacaq, ya 3 olacaqdır. İndi bizdən alfa zərərci soruşur. Amma öncə proton idi, sonra indi alfa zərərci soruşur. Deyir, hara gedəcəkdir? Amma bunların deyir, trayektoriyası K üzrə gedibdir. Onsuz biz tapacaq ya cavab 2-dir, ya da cavab 1-dən ibarət olacaqdır. Amma bir dənə onu deyim ki, sürət bax üzü yuxarıya doğru getdi, qüvvə sola doğru getdi. İlk tapılan hal müsbət yüklü zərərci idi. Amma mənfi olsaydı tapdığının tam əksini götürəcəkdi. Yəni qüvvə tərəfdən bunu tam 180 dərəcə əks olur. Yəni bu yana doğru döndürəcəkdir də. Mənfi olan tərəf, yəni buradan sağa doğru gedəcəkdir. Yaxşı, bunları müəyyən etdik. Ya mən indi 2-ni götürəcəm, ya 1-i götürəcəm. Bu öz yerində. Digər yandan biz nəyə baxırıq? Bundan öncə hesabladıq ki, deməli, alfa zərərcimizin radiusu 2-dən ibarət idi. Protonun da radiusu 1-dən ibarət idi. Ona görə bizdən alfanı soruşdu. Alfa böyük olan radiusdur. Deməli, bu trayektoriyası, bax, bu yolu bunun 2-dən ibarətdir. Böyük radiusu götürəcək. Cavab 61-də B variantıdır. Amma proton balacadır. Protonun getdiyi tərəf isə buradan 1 olan tərəf olacaq. Yəni, diqqət 60-cı sualın izahından baxın. Sorum 62-də. Radioaktiv elementin nüvələri sayı 6 sutka ərzində 4 dəfə azalır. Bu elementin radioaktiv nüvələrinin sayı 12 sutkada neçə dəfə azalmış olacaqdır? Deməli, bu öncəki tərəflər bu bizə birinci verilən şərtdir. Burada nə verir? Sutka, yəni nədir? Zamandır da. Müddətimiz bizə verilibdir. 6 sutkadan ibarətdir. 4 dəfədir azalmış nüvələrin sayı. Bilirdik ki, bax bunu belə yazıram. Sondakı nüvə azalıbdır. Yəni son başlanğıçda nə olub?
4 dəfə azalıb. Dəfə azalanda bu bölünsündür. Dəfə artsaydı 4n0 şəklində olardı. Bu şərti verir. Biz bu şərtin sayəsində yarım parçalama periodunu tapacaq. Nədən ibarətdirsə bunun qiyməti. Təzədən verilən yeni şərtimizdə bax burada icra etmiş olacaq ki, sonra təzədən bizə yeni zaman verir. Yeni sondakı zamanımız bizim 12 sutku olanda deyir, bax görsən n-in n0-dan nə qədər kiçik olacaq? Bunu çıxartmalı. Hələ öncəki biz şərtimizə gəlin və bu şərtimizin sayəsində t-ni taparaq çıxaraq. Bilirdik ki, çevrilməmiş, parçalanmamış nüvələrin sayının düsturu bundan ibarət idi. N bərabər idi. N0 vurulsun 2-nin üzərinə mənfi kiçik t bölünsün böyük t-dən ibarətdir. İndi o dedi ki, n0 bölünsün 4'tür. Yəni, buradakı bu n-in yerinə mən bu n-in yerinə n0 bölünsün 4 yazacağım. Elə bunu gəl aşağıdan yazım. N-in yerinə yazacaq n0 böl 4. Bu yanını isə olduğu şəkildə köçürdürəm. 2 mənfi kiçikdir, bölünsün böyük t-dir. N0'larımız bizim buradan ixtisar olunur. Boş qalan yerin əvəzinə 1 yazıram. Bu 1 bölünsün 4'ü də 4 nədir? 2'nin kvadratıdır da. Bunu da sürətə qaldıranda daha bu 2 üstü müsbət 2 yuxarıya qalxanda müsbət, yuxarı qalxanda mənfi olur. 2 üzərində mənfi 2 olur sonra. 2'lər ixtisar olunur, mənfilər atılır. Sadəcə 2 bərabər olur. Zaman perioda bölünür. Zamanı böldüm perioda. Oradan periodumuzu tapanda zaman bölünür 2'yə. Zaman verildi 6 sutka. Böldük 2'yə. Yarım parçalama periodumuz bizim 3'dən ibarət oldu. Bunun yerinə artıq mən buradan 3 yazıram. Bu oldu 3. Biraz 3'ü yaxşı yazaq. İndi isə mən gətirəcəm. Təzədən bir də bunu bu hissədə yerləşdirəcəm. Belə. Yəni, artıq mənə bu təzədən bu düstur lazım olacaq. Amma yeni şərtlər altında təzədən bu düsturu istifadə eləmiş olacağım. İndi yazıram belə. N-imiz bizim bərabərdir. N0 durur yerində. 2'nin üzərində. Təzə verilən zamanın bizə artıq burada 12'dir. İndicə tapdıq ki, bizim periodumuzu 3'dən ibarətdir. Periodun da yerinə 3 yazırım. 12 ilə 3 ixtisar olunur. Qalır bu 2'nin üstünə mənfi 4. 2'nin üstünə mənfi 4'də nə deməkdir? Yəni, mənfi məxrəcə düşəndə vurulur. 2'nin üstünə müsbət 4. Başqa sözlə də 2'ni əlbət 4 dəfə özünə vuracaq. N bərabər oldu. Bu da elədir 16. O deməkdir ki, artıq sənə verilən yeni zamanında N başlanğıc nüvələrdəki saydan 16 dəfə nədir? Məxrəcə çıxdı. 16 dəfə azdır, kiçikdir. Cavab buradan getdi Y variantına. 63-cü sualımızda isə uyğunluğu müəyyən edəcək. İndi gəlin görək necə müəyyən edəcək. Alfa çevrilmə deyirsə bu helium 2-4'dən ibarətdir. Sonra beta çevrilmə deyirsə beta mənfidir. 2 cür beta çevrilmə var. Biri beta müsbətdir, biri beta mənfi. Beta mənfi elektron mənfi 1-0'dan ibarətdir. Amma beta müsbət olsaydı bu pozitron, bunun əksi müsbəti olacaqdı. Müsbətdirsə müsbət, mənfidirsə mənfidən ibarət. İndi bizə verilənə uyğun yazırıq. Bir də qamma şüalardır. Qamma şüalar da 0-0'dan ibarətdir. İndi oxuyaq görək nə şərt uyğun gələcəkdir. Nüvənin yük ədədi bir vahid artmış olacaqdır. Yük ədədləri z-lərdən ibarətdir. Gəl istəsən kənardan yazıram. Birinci şərtimizi kənardan yazıram. Helium 2-4'dür. Bunun yük ədədi, yəni z-dir. Bax, bu hissəsi z, bu da bunun kütlə ədədi, yəni A-dan ibarətdir. İkinci şərtimiz elektron mənfi 1-0'dır. Üçüncü şərtimiz də qammadan ibarətdir. Biraz bunu kənardan yazaq, belə aralı. Digər də qammadır, 0-0'dan ibarətdir. Z-lərlə A-ların hər birini yazaq və verilənləri bir-bir buradan görməyə çalışaq. Digər tərəflərimizdə artıq silirəm, geçsin. Aha. İndi bir vahid artım odur ki, bunu yadınızdadır. İlk öncəki suallarda izah etmişdim. Bundan öncəki başlıqdakı əgərlərim belə bir vahid artır deyirsə, yük ədədləri ümumiyyətlə z-lərə cavab edir. Bax, z-lərə ancaq baxılacaq. Mənfidirsə, onun əksini götürəcəksin. Yəni, bir vahid artır. Çünki o reaksiyaya girəndə solla sağ tərəfin bərabərliyini saxlama qanunu ödənilməlidir. Həmişə mənfidirsə, artır. Müsbətdirsə azalmış olacaq. Ancaq hansındadır burada? 1 olan ikinci şərtimizdədir də. İkinci şərtimiz beta çevrilmədir də bu. Buna uyğun gələcəkdir. Yəni, bu A variantı getdi 2-yə. Sonra B-də deyir ki, nüvənin yük ədədi 2 vahid azalır. Harada 2 var? D buradadır. Müsbətlər azalır, mənfilər artmış olacaqdır. İndi bu müsbətdir. Deməli, onda bu 2 vahid azalacaqdır. B variant getdi alfa çevrilmə. Bax, bu bizim birinci şərtimiz idi belə.
Sonra C variantına baxıram. Nüvənin kütlələri 2 vahid azalır. Baxıram ki, kütlədədir, heç bir yerdə 2 olan yoxdur. Bax, kütlə ədədlərimiz bizim nələrdən ibarətdir? İndi kütlə ədədlərimizə baxanda bu mavi hissələri yazıram, bunlardır. Heç bir tərəfdən buradan 2 yoxdur. Deməli, o C variantı uyğunsuz bir variant. Onu heç götürməyəcəm. Sonra D variantına baxanda isə kütlədə 4 vahid azalır. Bir dənə baxıram, 4 burada heliumda, yəni alfa çevrilmədə var. Bu da dedi ki, müsbətdirsə, onlar reaksiyaya girəndə solla sağ tərəf ödəndiyi üçün o digər tərəfə gedəndə müsbətsə çıxılmış olacaq ki, o bərabərlik ödənilmiş olsun. 4-dürsə, müsbət 4-dürsə dedik belə yadda saxlayın. 4-dürsə reaksiya gedəndə 4 vahid azalır. Müsbətlər azalır, mənfilər artır və bu isə gedir hara? Alfa çevrilməmizə. Alfa çevrilməmizə birinci şərtdir. D variant bura getdi. Sonra nüvənin yük ədədi dəyişmir. Yük ədədi Z-dən ibarətdir. Hansılar ki sıfırdır, o dəyişməyəcəkdir. Z-imiz görürsən haradadır? Qammadadır. Bu şərt isə Y variantı bura getmiş olacaqdır. Digər tərəfdən kütlədə də dəyişməyə bilərdir. Bax, bu elektron üçün götürsəydik. Çünki bu da sıfırdır. Amma elə bir şərt vermirdi. Belə bir cavablar tapmış olduq. 1 oldu BD-dən ibarətdir. 2A və 3 Y-dən ibarətdir. Beləliklə, sualların sonuna gəlib çatdıq. Ümid edirəm, izahlar sizə aydındır. Belə videolarımızın davamlı gəlməni istəyirsinizsə, mənə dəstək olaraq videonu bəyənib, paylaşır və həmişə abunə ola bilərsiniz. Növbəti izahlarda görüşərik. Sağ olun, Allah'a emanet.